Balın gözəlliyinə baxın bir dənə. Meşə balı çox gözəl qan artırır. Şabalıd balı da çox gözəl qan artırır. Bu günləri inşallah uşaqlar üçün immun sistemini qaldırmaq üçün macun düzəldirəm. Dedim, düzəltmişkən çəkin paylaşım. İnşallah ki, kim istəyib götürər, düzəldər, uşaqlarına versin. Faydalarını deyim sizə. 1 kiloqram bal götürürsünüz. 50 qram qara küncüt, çörək otu yox, qara küncüt. 50 qram ağ küncüt. 20 qram biyan kökü tozu. Demək, 100 qram çiçək tozu. 50 qram da güləm. Başlayaq. Güləm immun sistemini qaldırmaq üçün mükəmməldir. Tərkibi çox zəngindir. Ürəyə çox gözəl fayda verir. Tərkibində arı südünə qədər var. Bismillah. Tökürük bunu. Həmçinin çiçək tozu. Yəni, hər ikisi möhtəşəmdir. Demək, 50 qram güləm, 100 qram çiçək tozu. Qara küncüt çox gözəl qanı artırır, dəmiri artırır, feritini artırır, hamısını artırır, bax bu. Sonra trombositlər kimdə aşağıdırsa, onu da artırır. Bismillah. Ağ küncüt kalsiyumdan zəngindir. Sümüklərə, oynaqlara, beyin inkişafını artırmaq üçün, yaddaşı gücləndirmək üçün mükəmməl bir vasitədir. Həm qarası, həm də ağı. Biyan kökü. Biyan kökü də 20 qram. Biyan kökünü nəyə əlavə edirəm bura? Çünki bir də görsən uşaqlarda nəfəslərində xışıltı, xırıltı, bu böyüyə də aiddir, böyük insanlara aiddir. Ciyəri yeniləmək üçün, ciyərə gözəl fayda vermək üçün biyanın kökü mükəmməldir. Öskürəyi də saxlayır, kəsir. Bütün öskürəklərdə. İnşallah götürsünüz, bunları qarışdırırsınız. Qəşəng bunu qarışdırırsınız belə. İstifadə qaydasında deyim sizə. Demək, səhər, günorta, axşam. Yeməkdən 1 saat qabaq 1 çay qaşığı bundan yeyilir. Amma uşaq balacadırsa yarım çay qaşığı verin. Problem yoxdur. Həm immun sistemi artacaq, həm hemoqlobin, dəmir, feritin, kimdə trombosit azsa o da artacaq. Güləmdəki ürəyə mükəmməl fayda verir. Güləm tərkibində 21 amin turşu var. Hər qidada o olmur. Deyərəm ki, ondan gündə bir 2 xörək qaşığı yesəz, heç qida yeməyə ehtiyac yoxdur. Yəni, bütün minerallar, vitaminlər tərkibində var. Arı südünə qədər var tərkibində. Artıq hazırdır. Möhtəşəm bir macun. Mən Allah üçün bunu çəkdim, göstərdim sizə. Siz də inşallah heç olmasa like qoyun, videonu paylaşın ki, insanların qarşısına çıxsın. Onlar da götürüb faydalansınlar. Hər birinizdən xahiş edirəm, yəni bunu yaddan çıxartmayın. Bəyənin, paylaşın. Mən heç nəyə gizlin saxlamıram. Açıq-aşkar göstərdim, qədərinə qədər sizə dedim. Yəni, burada çətin bir şey yoxdur, düzəldim. Kimin vaxtı yoxdursa düzəltməyə, iş adamıdır və yaxud bu məhsulları tapmağa çətinlik çəkirsə, o zaman deyər, biz düzəldərik, Allahın izindən verərik, Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Belə, çox sağ olun, var olun.